Siz də keçmişdəki kimi nənələrimizin hazırladığı xırçıltılı səpmə şoğal arzusundasınızsa, bu video tam sizlikdir. Bunun üzərinə duz və digər ərzaqları əlavə edib yumuşaq xəmir hazırlayıram. Digər reseptlərdən fərqli olaraq bura qaymaq və xırçıltılı olması üçün üzüm sirkəsi əlavə edirəm. Xəmirin gözəl yayılması və açan zaman cırılmaması üçün 25 dəqiqə maylandırdıqdan sonra əlimə duru yağ əlavə edib yenidən yoğururam və 15 dəqiqə dinləndirirəm. Maylanmış xəmiri kündəyə ayırıb, kündələri də 10-15 dəqiqə dinləndirib daha sonra yaymağa başlayıram. Onların yaxşı qabarması üçün yalnız 3-cü, 6-cı və 9-cu qatlara içlik səpirəm. İçliyin hazırlanma qaydasını isə videonun altında qeyd edəcəm. Ən son 11-ci qatı da yağladıqdan sonra 3,5 sm enində lentlər kəsib rulon şəklində bükürəm. Rulonları 15-20 dəqiqə mayalandırıb kənardan çıxan hissəni alt hissəsinə gətirib üstündən bastıraraq yayıram. Hazır qoğalları listə düzüb 15-20 dəqiqə yenidən mayalandırıram və üzərinə yumurta sarısı ilə duru yağ qarışığını çəkib əvvəlcədən isidilmiş sobada 200 dərəcədə konveksiya rejimində bişirirəm.